Uyğunluğu müəyyən edin. 1. Mənfi x kvadrat çıxılsın 4x plus 6 çoxhəddisi verilmişdir. Variantlarda fikir versək, A bəndində x bərabərdir mənfi 1 olduqda, mənfi 14-ə bərabərdir. Birinci çoxhəddinin mənfi 1-dəki qiymətini hesablayaq. X-in yerinə mənfi 1 yazsaq, mənfi 1-in kvadratı çıxılsın 4 vurulsun mənfi 1, üstə gəlsin 6, bərabərdir. Mənfi 1-in kvadratı 1 elədiyinə görə burada olacaq mənfi 1, üstə gəl 4, üstə gəl 6, verəcək 9. Deməli, birinci çoxhəddinin mənfi 1-dəki qiyməti 9-a bərabərdir. B variantı birinci çoxhədliyə uyğundur. Deməli, 1-ə B uyğundur. İkinci çoxhədlidə x-in əvəzinə mənfi 1 yazsaq, mənfi 1-in kubu çıxılsın 2 vurulsun mənfi 1-in kvadratı, üstə gəlsin 3. Hesablasaq, mənfi 1-in kubu mənfi 1, qabaqda da mənfi olduğuna görə müsbət 1 çıxılsın, mənfi 1-in kvadratı 1, çıxılsın 2, üstə gəlsin 3, bərabərdir. 1-dən 2 çıxanda mənfi 1, üstünə 3 gəlsək, müsbət 2. Variantlarda buna uyğun cavab yoxdur. Deməli, mənfi 1-dəki qiyməti verilməmişdir bu çoxhəddinin. Üçüncü çoxhəddinin, baxsaq ki, ikinci çoxhəddinin sərbəst həddi 3-ə bərabərdir doğrudan da. Deməli, ikinciyə D bəndi uyğundur. Həm də bəli, bu çoxhəddinin dərəcəsi də 3-ə bərabərdir. Ona görə həm də C uyğundur. Üçüncü çoxhədlidə, deməli, bizdə A, B, C, D variantları getdiyinə görə üçüncüyə də aydındır ki, Y uyğun olmalıdır. Yoxlasaq, doğrudan da mənfi 1-in üstü 4, çıxılsın 6 vurulsun mənfi 1-in kubu, çıxılsın 7, bərabərdir. Mənfi 1-in üstü 4, müsbət 1 elədiyinə görə mənfi 1, üstə gəlsin 6, çıxılsın 7, bərabərdir 5, çıxılsın 7, bərabərdir mənfi 2. Deməli, üçüncü çoxhədliyə uyğun cavab Y bəndidir. Deməli, 1-ə B, 2-yə D, C, 3-ə Y uyğundur.